Hər kəs salam dəyərli Kripto Kaspiyan kanalının izləyiciləri. Bu günləri mən sizə dəstək və direnç nədir? Onlar haqqında danışacağam. Başlayaq dostlar. Dəstək və direnç nədir? Necə istifadə etməliyik? Baxın dostlar, birinci hər bir time frame'də dəstək və direnç nöqtələri fərqli yerlərdə olur. Time frame nədir dostlar? Baxın dostlar, yuxarıda time frame'lər göstərir. Time frame'lə vaxt aralığı. Yəni siz əgər qısa alım-satım edirsinizsə, kriptovalyutada açdığınız işləmin futuresdursa, spotdursa, spotda əsasən uzun vadə işləmlər daha yaxşı. Futuresdə əgər işləm açırsınızsa, futures işləmləri gün ərzində bağlamaq istəyirsinizsə, 3 dəqiqəlik, 5 dəqiqəlik time frame'lərdən istifadə edə bilərsiniz. Baxın, 5 dəqiqə, birinci mən sonu başlayalım. 5 dəqiqə o deməkdir ki, baxın bu şamların dostlar, hər biri 5 dəqiqəlik şamlardır. Baxın dostlar, bu şamların hər biri 5 dəqiqəlikdir. Yəni 5 dəqiqə bu şam gedir, 5 dəqiqə keçir, bu şam açılır, 5 dəqiqə qutarır, bu şam açılır, bu şam açılır, belə. Bu qrafik bu vəziyyətə gəlib çıxmış olur. Mən əsasən uzun vadə, yəni uzun müddətli alış-satış tərəfdarı olduğum üçün 4 saatlıq və günlük əsasən time frame'lərdən istifadə edirəm. Sizə də günlük time frame'də göstərəcəm dəstək və direnç nöqtələri. Əvvəl də bildirdiyim kimi nəzərə çatdırım ki, hər bir time frame'də dəstək və direnç nöqtələri fərqli yerdə olur dostlar. Baxın, dəstək və direnç nöqtələri dostlar, biz işarələmək üçün burada yatay çizgi deyilir. Bu xəttdən istifadə edəcəyik. Bunun klaviaturada qısa yolu isə kompüterimizdə, klaviaturamızda Alt və H hakim, yəni H düyməsinin ikisini birlikdə sıxaraq baxın, bu düz xətti biz gətirib çıxartmış oluruq. Əgər bunu bacarmasanız, sol küncdə bura keçid eləyib, baxın, yatay çizgi. İndi məndə türk dilindədir. Yatay çizgi. Bunun üstünə klik edirsiniz və bunun üzərinə klik edib aşağı və mouse'un sol düyməsini sıxıb saxlayaraq aşağı və yuxarı apara bilərsiniz. Birinci başlayaq dəstəkdən. Mən burada uzun müddətdir bu işlə məşğul olduğuma görə, yəni mən qrafika baxan kimi bilirəm güclü dəstək nöqtələri hardadır və güclü direnç nöqtələri də hardadır. Bəli dostlar, dəstək və direnç nədir? Biz onları qrafikdə necə görə bilərik? Dostlar, baxın, şamlara fikir verin. Görürsünüz şamların hərəkəti. Əgər bu şamlardan minimum baxın, 3 ədədi eyni yerə gəlir, satır və oradan aşağı və yaxud da yuxarı qalxırsa, bu bölmələr dəstək və direnç nöqtələri adlanır. Baxın dostlar, sizə göstərdim mən bu şamdan. Bir dəqiqə buradan çıxış eləyim. Baxın, bu şamı görürsünüz. Bura fikir verin. Bura kriptovalyuta gəlib, dəyib, düzdürmü? Bir müddət keçib yuxarı qalxıb, yenə gəlib bu nöqtəyə dəyib. Düzdürmü? Bunlar təsadüf deyil dostlar. Təbii ki, uzun vadədə dəstək və direnç nöqtələri həqiqətən işləyir, amma uzun time frame'lərdə, yəni minimum 4 saatlıq olmaq. Bura gəlir, buradan yenə də dəstək alır, başlayır yuxarı qalxmağa. Baxın, burada bir düşüş olub, düzdürmü? Bura həmin yerə yenə təmas edib, burada yəni şam bağlamayıb, bura bir dənə fitil atıb, buradan başlayıb yenə qalxmağa. Artıq biz dostlar bu bölməni dəstək bölməsi adlandıra bilərik. 3 dəfə təmas edibsə minimum. Bu bölmə dəstək bölməsi adlanır. Bir şey də nəzərinizə çatdırım ki, dostlar, sual verə bilərsiniz ki, dostlar, axı burada şam buranı keçib, düzü şam bağlamazsa da günlükdə, yəni bura fitil atıb, bəs buranı da biz dəstək bölməsi hesab edə bilərik mi? Edə bilərik dostlar. Bəzən tam təmas etməyə bilər. Əgər həmin yerə yaxın bir yerdən də gəlib oradan yuxarı qalxırsa, biz bu bölməni dəstək bölməsi adlandıra bilərik dostlar. Yəni 1-2 şam da bunun biz çəkdiyimiz xəttin altında da bağlaya bilər, yuxarı qalxa bilər. Burada belə fitil də ata bilər, şam bağlamayıb düzdür tam olaraq. Yenə də qalxa bilər. Biz bu bölməni dəstək bölməsi adlandıra bilərik dostlar. Həmçinin də direnç nöqtəsi də bunun tərsidir dostlar. Baxın, buradan sizə göstərdim. Kripto bura gəlib, düzdürmü? Buradan başlayıb aşağı düşməyə. Buradan uzun bir müddət keçib, yenə baxın, bura dəyib, buradan başlayıb düşməyə. Artıq bizdə burada şamları hesab etsək, bir dənə burada idi, ikinci şam, üçüncü, dördüncü şam, artıq biz bu bölməni dostlar, direnç bölməsi hesab edə bilərik. Diqqətli olun dostlar. Direnç bölməsi qırıldığında həmin bölgə %90 ehtimal dəstək bölməsi olur. Dəstək bölməsi isə qırıldığında, baxın burada qırılıb, gəlib həmin yeri test edib, başlayıb aşağı düşməyə. Düşüb, buradan yenə də qalxıb, başlayıb aşağı düşməyə. Bu bölmə
əvvəl dəstək bölməsi idi. Dəstək bölməsi burada qırıldı və bu bölməmiz artıq bizim direnç nöqtəsi oldu. Dəstək bölməsi qırıldığında həmin bölmə direnç bölməsi olur. Direnç bölməsi qırıldığında isə həmin bölmə %90 ehtimal dəstək bölməsi olur. Dəstək və direnç bölmələri budur dostlar. Qrafiki daha kiçikləşdirib baxanda avtomatik olaraq çox incələmədən bilirəm ki, baxın, bura məndə dəstək nöqtəsidir. Bura isə məndə direnç nöqtəsidir. Burada məndə direnç nöqtəsi. Gözüm öyrəşdiyinə görə dostlar, mən qrafik açmaz bilirəm ki, burada dəstək və direnç nöqtəsi hardadır. Baxın dostlar, çox incəliyə girmirəm. Siz deyə bilərsiniz ki, axı burada qrafik qırılıb, yuxarıya gedib, sən buranı niyə direnç nöqtəsi istifadə edirsən? Baxın dostlar, qırılıb, düşüb aşağı, düzdürmü? Buranı yenə təkrar test edib və yenə başlayıb aşağıya düşmə. Mənə görə bura direnç nöqtəsi sayılmış olur. Onsuz da mən dostlar kriptoya yatırım edərkən təkcə dəstək və direnç nöqtəsinə baxıb o kriptovalyutadan alım eləmirəm. Mən birinci əlimdəki sərmayəni bölürəm. Ən əsas olan da odur. Sərmayəni bölürəm, sonra baxıram mən indikatora, sonra baxıram mən dəstək və direnç nöqtəsinə. Ondan sonra mən yatırım edirəm. Sadəcə dostlar bir şeyə baxaraq, yəni ki, təkcə indikatora və yaxud dəstək və direnç nöqtəsində təkcə istifadə edərək kriptoya yatırım edilməz dostlar. Mən sizə ən sadələrini dedim. Dəstək və direnç nöqtəsinə baxıram, indikatora baxıram, əlimdəki sərmayəni bölürəm və yatırım edirəm. Təbii ki, bəzi baxdığım nüanslar da var. Onlar haqqında da məlumat vermişəm. Kriptonu necə seçmək lazımdır? Mənə görə təbii ki, hər kəsin özünə dair yatırım üslubu var. Mənim yatırım üslubum hansıdır? Kriptonu seçərkən nələrə diqqət etməliyik? Bu haqda videomuz var. Sağ küncdə yerləşdirəcəm. Dostlar, daxil olub izləyə bilərsiniz. Kriptonu seçirəm. Mənim izləmək istəmdə olan kriptolar var. Baxıram hansı alım yerinə gəlibsə, alıram, satım yerinə də qalxanı da satıram dostlar. Baxın, tutalım buradan satmaq istəyirəm, düzdürmü? Almışam buradan RSI indikatoru da bu bölmədə məndə həmçinin də dəstəkdir. Buradan RSI düşüb, buradan görsədim mən. 30-un altına düşüb RSI. Buradan almışam, bura qalxıb %30 xeyir verib satmamışam tutalım. Yenə düşüb aşağıya. Artıq bu kriptovalyuta mənə %344 xeyir verib, yəni bu artıq 3x. 3x-dən 3x bir də onun yarısı deməkdir. Yəni 10 dolları almışdımsa artıq mənim 30-35 dollar xeyirdə olmuş oluram. Artıq 3x verib mənə. Burada da baxıram ki, RSI də artıq güclü sat bölməsindədir. Artıq RSI 70-in üstünə də aşıb. Bu o deməkdir ki, bu kriptovalyutada güclü satış başlayacaq. Elə ilk qırmızı günlükdə şamı bağladıqda mən burada artıq satıram və çıxıram. Dostlar, belə bugünkü mövzumuz da dəstək və direnç nədir? O haqda oldu. Əgər sizə də kriptovalyuta və ya digər onlayn qazanc metodları haqqında başa düşmədiyiniz, qaranlıq qalan bir məqam qaldısa, şərh bölməsində yazaraq öz fikrinizi bildirə bilərsiniz. Mən də oradan baxıb sizə cavab yazacağam və sizə aydın olmayan mövzu haqqında da lazım olsa yenidən video çəkəcəm. Hər birinizə xoş günlər arzu edirəm dostlar. Sağ olun, salamat qalın.